Qeyd elədiyi istiqamətlərdən şəhər salma mədəniyyəti xüsusilə önəm kəsb edir. Təbii ki, hər biri bizim tariximizdir, amma bir şəhər quruluşu vardı. Qumru xanım, bu gün o şəhər quruluşu necə qorunur? Hansı ki, qoruq şəhərdir, artıq Ordubad və onun özünə məxsus məhəllələri var, özünə məxsus küçələri var, relyefə uyğun, belə deyək, abidələri vardı. Bu gün məhz həmin abidələr necə qorunur? Toğrul müəllimin də qeyd elədiyi kimi, ümumiyyətlə Ordubad coğrafi cəhətdən əlverişli bir mövqedə yerləşdiyinə görə burada Qafqazın ən qədim şəhərlərindən biridir deyə bilərik və burada qədim zamanlardan insanlar məskunlaşmışdı və insanların orada qədim zamandan yaşaması, şəhərin qədimliyi burada tikililərin də qədimliyinə səbəb olmuşdur. Yəni buradakı abidələrin dünya əhəmiyyətli olsun, ölkə və yaxud da yerli fərqi yoxdur. Əksəriyyətin tarixi qədim dövrlərə gedib çıxır və bu qədər çox tarixi abidənin, bu qədər çox mədəniyyət nümunəsinin yerləşdiyi bir şəhərin qoruq kimi elan olunması da heç təsadüfi deyil. Mən xatırlatmaq istərdim ki, Ordubad ümumiyyətlə 1977-ci ildən qoruq şəhər kimi elan olunsa da, 79-cu ildən bu fəaliyyətə başlasa da, Ordubada əsasən qoruq şəhər kimi qorunma statusunun verilməsi məhz cənab prezidentimizin müvafiq sərəncamı ilə Ordubadda qoruğun yaranmasından sonra həyata keçirilmişdir. Qoruq şəhər anlayışı budur ki, biz ona həm idarə etmə baxımından, həm də hüquqi baxımdan nəzarəti daha da gücləndiririk və vahidləşdirə bilirik. Necə, yəni artıq biz orada hər hansı bir abidə üzərində iş aparlarsa, xatırladım ki, burada abidə deyərkən tək tarix mədəniyyət abidələrindən söhbət getmir və burada Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq siyasına uyğun olaraq abidə kimi qeydiyyata alınmış kifayət qədər çox yaşayış evi də var. Bəli, yaşayış mənzilləri var orada. Yaşayış evləri var ki, onların tikilişi də fərqlənir digərlərindən. Onsuz da Ordubadın, yəni dar küçələri, şəbəkəli pəncərələri, strukturuna və tikiliş xarakterinə görə digər rayonlardan fərqlənən evləri onsuz da Ordubada xüsusilik verir. Lakin hər hansı bir abidə və yaxud da yaşayış evi üzərində təmir, bərpa və yaxud da digər bir iş aparlarsa, artıq qoruq ərazisində yerləşdiyi üçün xüsusi ciddi icazə və nəzarət olmadan Ordubadda istənilən bir şəkildə hərəkət edərək, hər hansı bir şəxsi mülki və yaxud da dövlət mülkiyyətində olmağından asılı olmayaraq, hər hansı bir tikili üzərində iş aparmaq, yəni qanunvericilikdən kənar olmağı mümkün deyil. Bu, yəni həm hüquqi baxımından, həm də nəzarət baxımından həmin şəhər ərazisində yerləşən abidələri qanunvericiliyə uyğun olaraq qorumaq, onları təbliğ etmək və eyni zamanda onları bərpa, təmir, konservasiya, regenerasiya işləri aparılmasının vahidləşməsinə, yəni müəyyən bir orqan tərəfindən nəzarət altında və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasına şərait yaradır, imkan verir. Və bu eyni zamanda bizim tarix abidələrimizin belə deyək cəmdə. Çünki burada bir yox, bir neçə tarix abidələrimiz vardı. Hansı ki, onların bu günümüzə qədər sağlam gəlməsinə və gələcək nəsillərə sağlam ötürülməsinə belə deyək, ehtiva edəcək. Burada nəzərə almaq lazım ki, turizm potensialının yüksəlməsinə şərait yarada bilər.